1 iyun 2025 yıl üçün bürclərin proqnozları aşağıdakı kimidir. Qoç, bugün enerjiniz yüksəkdir. Yeni layihələrə başlamaq və təşəbbüskar olmaq üçün əla zamandır. Buğa, maddi məsələlərdə diqqətli olun. Riskli investisiyalardan çəkinmək və sabitliyə üstünlük vermək məsləhətdir. Əkizlər, yeni tanışlıqlar və maraqlı söhbətlər üçün əlverişli gündür. Sözlərinizə diqqət yetirin. Yanlış anlaşılmalar mümkündür. Xərçəng ailə və iş arasında balansı qorumağa çalışın. Emosional qərarlardan çəkinmək və soyuqqanlı olmaq faydalı olacaq. Şir diqqət mərkəzində olmaq sizin üçün təbiidir. Anlaşılmazlıqlardan uzaq durun və açıq ünsiyyətə üstünlük verin. Qız, planlama və təşkilatçılıq qabiliyyətiniz bugün ön plandadır. Səbirli olmaq və hər şeyi nəzarətdə saxlamaq uğur gətirəcək. Tərəzi, ünsiyyət və harmoniya önəmlidir. Yeni tanışlıqlar mümkündür, lakin qarşı tərəfi düzgün anlamağa çalışın. Əqrəb, dərin düşüncələr və böyük qərarlar üçün uyğun gündür. Hisslərinizi ifadə etmək və ruhunuzu dinləmək üçün zaman ayırın. Oxatan, macəra ruhunuz oyanır. Yeni ideyalar və qısa səfərlər üçün əlverişli gündür. Mənfi hadisələrə çox əhəmiyyət verməyin. Oğlaq, sistemli və məqsəd yönlü davranışınız işinizə yarayacaq. Şəxsi münasibətlərdə daha yumşaq olun və dinclik axtarın. Dolça, yenilik və fərqlilik axtarışındasınız. İlhamverici hadisələr baş verə bilər. Emosional dalğalanmalardan uzaq durun. Balıqlar, həssaslığınız və intuisiyanız güclənir. Mübahisələrdən uzaq durmağa çalışın və yaradıcılığınızı ifadə etmək üçün fürsətlərdən istifadə edin. Əlavə olaraq, 1 iyun 2025 il üçün bürclərin proqnozunu ətraflı şəkildə təqdim edən videonu izləyə bilərsiniz.